Neftçi 2 mövsümün ikinci yarısına hazırlaşır. Yanvarın 12-sində məşqləri bərpa edən Ağqaralar 19-undan etibarən paytaxtda təlim məşq toplanışına start verib. Avenue oteldə məskunlaşan əvəzedici komandanın kapitanı Faris Xeyrullayev toplanışla bağlı Neftçi TV-yə müsahibə verib. Hər şey yaxşıdır, yəni məşqlərimiz öz qaydasında davam eləyir. Komandaya yeni qoşulan uşaqlar var. Fəriddir, Ömərdir, bunlardır. Aşağıdan da aşağıya 19 yaş qrupundan da uşaqlar gəlir. Belə hər şey normaldır. Yəni bizim həmişə bir hədəfimiz olur, o da ki qələbədir. Yəni bu il də inşallah çempionluğa oynayırıq. Sizin də dediyiniz kimi 2 xal fərqimiz var. Yəni bunu bacardığımız qədər minimuma endirib çempion olmaqdır ilin axırında. Məşqləri Palm Sports futbol mərkəzində davam etdirən Flaqman qış transfer dönəmində 2 futbolçu ilə güclənib. Daha əvvəl Neftçi Futbol Akademiyasında, həmçinin əvəzedici komandada çıxış etmiş Fərid Səfərli və Ömər Qurbanov yenidən Neftçi 2-yə cəlb olunublar. Baş məşqçi Rəşad Abdullayev və komandanın qapıçısı Nicat Qaragözlü təlim məşq toplanışı və növbəti maçlarla bağlı fikirlərini Neftçi TV ilə bölüşüblər. Biz çalışacağıq ki, ilk oyuna, bilirsiniz ki, Qarabağın oyuna çıxacaq ilk oyunda. Yaxşı vəziyyətdə komandamızı hazırlayaq. Əsasən də funksional cəhətdən təlim məşq toplanışının əsas məqsədi odur. İnşallah çalışacağıq ki, komandamızı yaxşı vəziyyətə gətirək. Hal-hazırda belə deyim, optimal heyətlə məşq edirik. Yenə də çalışırıq ki, futbolçular arasında xəttlər arası əlaqəni yenə düzəldək. Əsasən bu yoldaşlıq oyunlarında ona fikir verəcəyik. Komandamız istəklidir. Açığı məşqlərdə də görürük ki, istəklidir. Yəni başa düşürlər hansı komandadılar və bizi maya kimi hansı oyunlar gözləyir. Qarabağcan toplanışın son günü Zirə ilə oyunumuz var. Ondan sonra Sumqayıtla oyunumuz var. Yəni bu oyunlara hazırlaşırıq. Qarabağ oyununda da bu oyunlardan sonra yüksək səviyyədə hazırlaşacağıq. Çünki məqsədimiz çempionluq. Elə vaxtlarımız olub ki, bundan daha böyük xal fərqlərini bağlamışıq və çempion olduğumuz illər olub. Yəni yenə deyirəm, çempionluq yarışının içindəyik. Qeyd edək ki, Neftçi 2 Əvəzedicilər Liqasında geridə qalan 14 tur ərzində topladığı 28 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb. Növbəti maç isə fevralın 8-i saat 15-də Qarabağın Əvəzedicilərinə qarşı olacaq.